Hər vaxtınız xeyir olsun. Bu gün biz mənsubiyyətə görə dəyişmə. Əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün ona mənsubiyyət şəkilçiləri əlavə olunur. Adından göründüyü kimi mənsubluq. Biz elə adi həyatda da mənsubiyyət şəkilçilərindən çox istifadə edirik. Məsələn, deyirik mənim dəftərim, mənim qələmim, mənim kitabım, mənim maşınım. Yəni özümüzə məxsus olduğunu bildiririk. Həmin mənsubiyyət şəkilçiləri birinci şəxsin təkində və cəmində, ikinci şəxsin təkində və cəmində, üçüncü şəxsin təkində və cəmində onlara uyğun şəkilçilər vardır. Bu şəkilçiləri bəzən uşaqlar qarışdırır. Onları fərqləndirmək üçün ən yaxşı üsullardan biri yadınızda saxlayın ki, mənsubiyyət şəkilçili sözlər özündən əvvəl əksərən yiyəlik hallı şəxs əvəzişləri qəbul edirlər. Baxın, lövhədə də qeyd eləmişəm. Yəni biz hansı şəkilçini yadımızdan çıxarmışıq. Tutaq ki, imtahan həyəcanıdır və yaxud da haransa bir yerdə yadımızdan çıxıbsa, ya ikinci şəxsin təkinin və yaxud da ikinci şəxsin cəminin mənsubiyyət şəkilçisi görürsən nə idi? Şəxslərə görə tapırıq. Mənim, sənin, onun, bizim, sizin, onların. Bunları tapmaq çox rahatdır. Baxın, birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ım-4 və m şəkilçisi. İkinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ın-4, n şəkilçisi. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi hansıdır? ı-4, s-4 şəkilçisi. Birinci şəxsin cəminin mənsubiyyət şəkilçisi nədir? ım-4, m-4. İkinci şəxsin cəminin mənsubiyyət şəkilçisi ın-4, n-4. Üçüncü şəxsdə isə ı-4 və s-4. Buradan göründüyü kimi, üçüncü şəxsin həm təki, həm cəmi eyni şəkilçisi vasitəsilə düzəlir. Məsələn, burada nümunələrdə göstərmişəm. Bax, niyə görə ım-4 birdən m qalıb burada? ın-4 niyə n şəkilçisi vasitəsilə? Yazıda saxlayın, sonu saatlə bitən sözlərə saatlə başlanan şəkilçi artırdır da. İki hal baş verə bilər. Birinci hal nədir? Saatlə başlanan sözə saatlə başlanan şəkilçi artırdır. Onlara bitişdirici samitlər, y, n, s samitlərdən biri artırılır. Bəzən biz onlara yunuslar da deyirik. Yəni y, n, s saitlər çıxırıq, y, n, s-lar qalır. Onlar bitişdirici samitlər adlanır. İkinci halımız nədir? Sonu saatlə bitən sözlərə saatlə başlanan şəkilçi artırır da, şəkilçinin saati düşə bilər. Bax, bu sonu saatlə bitən sözlərə saatlə başlanan şəkilçi artırır, bu şəkilçinin saati düşür. Bax, ım-da saat düşüb m qalıb, ın-da saat düşüb n qalıb. Sonra sonu saatlə bitən sözlərdə gördün, s bitişdiriciden istifadə olunurdu. Burada baxırıq, ımızda ı düşüb m qalıbdır. Baxın, dedik ki, mənim, sənin, onun, bizim, sizin, onların tipli sözlərlə əvəz edib tapmaq olar. Yazmışam orada. Həm saatlə düşənlərə, həm də sonu samit bitən sözlərdir. Baxın, mənim qardaşım, mənim anam. Görürsən, sonu saatlə bitən sözlərdə m qalıb. Mənim anam olmayacaq ki, sənin qardaşın, sənin anan. Onun qardaşı, onun anası. Bizim qardaşımız, bizim anamız. Sizin qardaşınız, sizin ananız. Onların qardaşları, onların anaları. ı-4, s-4 şəkilçisi bəzən cəm şəkilçisi, yəni cəmində lar plus ı şəkilçisi gəlir. Yəni lar şəkilçisi o da cəm şəkilçisi olduğuna görədir. Bax, bəzən üçüncü şəxsdə həm təkində, həm cəmində s bitişdiricidən mənsubiyyət şəkilçisindən həmişə istifadə olunmur. Bəzi həm alınma sözlərimizdə, həm də milli sözlərimizdə y bitişdirici istifadə olunan sözlər də var. Hansıdır? Tali, mövqi, mənafi, mənşə, mənbə tipli alınma sözlərdə y bitişdirici. Alınma sözlərdə isə su mənə sözlərində y bitişdiricidən istifadə olunur. Məsələn, mənim suyum, görürsünüz? Sənin suyun, onun suyu, bizim suyumuz, sizin suyunuz, onların sular. Gördünüz, y bitişdirdən. Sonra o nümunələrdən, məsələn, mövqe sözündə mənim mövqeyim, sənin mövqeyin, onun mövqeyi. Görürsünüz? Bizim mövqeyimiz, sizin mövqeyiniz, onların mövqeyləri, onların mövqeyləri. Yenə qısacası deyirəm, tutaq ki, mənsubiyyət şəkilçili sözlər yazıdan çıxıbsa, mənim, sənin,
onun, bizim, sizin, onların tipli, yerli şahıs şəkilçisi qəbul etmiş şəxs əvəzişlərindən götürüb tapmaq olar. Məsələn, mənim kitabım, sənin kitabın, onun kitabı. Bizim kitabımız, sizin kitabınız, onların kitabları. Yəni bu qədər asan bir mövzudur. Sağ olun, təşəkkür edirəm.